Hal-hazırda Şuvalandayam. Çox təcil bir vəziyyət üçün gəldim. Hətta bütün kömək istəyən ailələri saxladım. Qardaşımın müraciətinə birinci baxdım. Adı nədir bu uşağın? Tahir. Tahir. Bax, Tahir balanın evindəyəm hal-hazırda. Bu uşağın əlin qolu niyə bağlanılıb? Həkim tapşırıb ki, yəni çox hərəkət eləməsin ki, sümüyündə bunun sümük problemi var, yeyinti var. O araşdırırlar ki, indi görə nə yeyintisidir bu, ya Allah uzasın pislərdən olar. Allahın ümidinə qalıb, müalicə ilə də ola bilər. Uşağım sümük vərəmidir. Həkimlər deyir təcili əməliyyata girməlidir. 4 gün ərzində əməliyyata girməsə əl-ayağı işləməyə bilər də, iflic ola bilər. Təsəvvür eləyin, ömürlü bu uşaq iflic ola bilər. Amma sizin sayənizdə bu uşaq inşallah düzələr. Həkim dedi. Əməliyyat üçün sizə nə qədər müddət verib? 4 gün, 5 gün maksimum. 4-5 günə nə qədər pulunuz var əlinizdə? 2000-i yığmışıq, 10.000 qalıb da, yəni yığa bilməmişik. Sizə demirəm, mən sizə 10.000 yığıb verərəm. Amma izləyicilərimlə bir yerdə biz də bir 2.000, 3.000, 4.000 kömək eləyə bilərik. Dedilər əməliyyatına, tək əməliyyatına. Amma deyir, uşaq reanimasiyaya düşsə, günü 700 manatdan yatış olmalıdır. Qan lazım olacaq, falan lazım olacaq. Deyir, ona görə Kim nə göndərsə çekləri də göndərin. Bu uşağın ayağa qalxmağı üçün, sağalmağı üçün, ömür boyu yeriməyi üçün sizə yəni ehtiyacı var. 100, 200, 300, 400, 500. Mən rahid olaraq 500 manat bu uşağa kömək elədim. Allah köməyiniz olsun. 500 manat mənim adımdan. Buyurun. İzləyicilərim də nə versə, Allah razı olsun hər birisindən. Kim eləməyə lazım? Sən valideynlərin bəs? Valideynlərim rəhmətə gedib 2021-ci ildə 3 ayın içində ikisi də yəni dalbadal rəhmətə gedibdi. Uşaq bir dəfə pnevmoniya keçirdi. 33 gündə qızılda keçirdi uşaq. 33 gündə Neçə yaşı var uşağın? 6 aylıqdır. Uşaq 6 aylıq deyir. Necə dözüb bu qədər şeyə? Təzədən bir dənə pnevmoniya keçirdi ikinci dəfə. Pulun yığılması üçün bir cəhd göstərmisiniz. And olsun Allaha qardaş. Dünən düşmüşəm. Bütün günü məhlə-məhlə hamının qapısını bir-bir döymüşəm ki, xahiş edirəm, mən nə dilənçi deyirəm, nə bir şey deyirəm. Uşaq üçün tutub şey eləmişəm, qapıları döyürəm ki, nə olar, kimin gücü nəyə çatır, mənə köməklik eləsin. Ömürlük deyə tutsaq olacaq, mitil tutsaq olacaq, şikəst olacaq. Nə dedilər sizə? Hamısı deyir, dilənçi sən çıx çölə. Deyirəm, mən sadə bir insanam, yaşayan, özümə görə çölə tapıb yiyən insanam. 4 gün, 5 gün civarında vaxt qoydular bizə. Dünənlərimi çıxartdılar, 1 manat verdin. İnanın ki, utana ağlaya-ağlaya getdim də o Uşaq qız deyir, ana, get. Dedim, balam üçün məcbursan. O məcbur yenə də